Salam azarkeşlər. Bugün Qarabağ klubunun oyununda diqqət çəkən, uzun müddət müzakirə olunacaq bir mövzunu sizə çatdırırıq. Son oyunlarda komandada çıxış edən Nəriman Axundzadə həm azarkeşlərin, həm də baş məşqçi Qurban Qurbanovun məyusluğunu üzə çıxarıb. Onun performansı ilə bağlı mütəxəssislər və idman jurnalistləri sərt tənqidlər səsləndirirlər. Mətbuatda onun oyununa verilən 2 qəpiklik hücumçu ifadəsi təkcə sərt tənqid deyil, bu oyunçunun komandaya verdiyi faydanın çox aşağı olduğunu göstərir. Həmçinin bu, Qarabağın hücum xəttindəki problemləri açıq şəkildə ortaya qoyur. Qurban Qurbanovun mövqeyi, baş məşqçi artıq narazılığını gizlətmir. Onun fikrincə, Nərimanın performansı komandanın uğuruna birbaşa təsir edir. Qurbanov futbolçunu inkişaf etdirmək istəyir, amma eyni zamanda komandanın nəticələrini qorumaq da vacibdir. Ekspertlər bildirirlər ki, belə bir oyunçu ilə risk etmək komandanın uğuruna zərər verə bilər. Həm texniki, həm də psixoloji olaraq oyunçuya əlavə yük düşür və bu performansının daha da aşağı düşməsinə səbəb olur. Oyun analizi və statistikalar. Son 5 oyunda Nərimanın qol və asist göstəriciləri çox aşağıdır. Hücumda yaratdığı vəziyyətlərin əksəriyyəti effektli deyil və komanda üçün əhəmiyyətli fayda gətirmir. Komandanın ümumi hücum məhsuldarlığı düşüb və ekspertlər bunu əsasən Nərimanın zəif oyununa bağlayırlar. Azarkeş və sosial şəbəkə reaksiyaları. Sosial şəbəkələrdə azarkeşlər onun oyununu sərt tənqid edir. 2 qəpiklik hücumçu ifadəsini çox istifadə edirlər. Bəzi fanatlar isə onu dəstəkləyir və inkişaf üçün şans verilməsini istəyirlər. Əsas arqument isə gənc yaşda olması və potensialının olmasıdır. Gələcək perspektivlər. Nərimanın performansı yaxşılaşmasa, Qurban Qurbanov onun yerinə daha təcrübəli hücumçu axtara bilər. Komanda rəhbərliyi və baş məşqçi üçün əsas məsələ Qarabağın hücum xəttini gücləndirməkdir. Ekspertlər hesab edirlər ki, Nəriman düzgün məşq və oyun təcrübəsi ilə özünü sübut edə bilər, amma vaxt qısa ola bilər. Suallar izləyicilərə. İndi isə sizdən soruşuruq. Sizcə Nəriman Axundzadə komandada qalmalıdır, yoxsa əvəz olunmalıdır? Qurban Qurbanov doğru qərar verir, yoxsa səhv edir? Qarabağın hücum xətti üçün ideal futbolcu kimdir və komandaya kim daha faydalı olar? Fikirlərinizi şərhlərdə yazın, suallar verin və kanala abunə olun ki, belə xəbərləri birinci siz öyrənəsiniz.